İndi Kırım, ora Türk torpağıdır. Kırım xanlığı olub ora, Bağça saray. Yekaterina'nın nənəsindən qalıb ora. Həmən o nənələrdən qalıb ora. Yekaterina özü Almandır ümumiyyətlə. Heç o nənələrdən də deyil. O nənələrə ayaqqabı təmizlətirir bu. O Slavyanlara hamısına bilməm, üstünə, bellərinə minib onların. Özü Almandır, amma bunlar çox xidmət edirdi. Onların imperiyasına xidmət edirdi. Potemkin yalandan kəndlər tikib Yekaterina gətirib ora. Kırım sənin dədəndən qalıb ya. Amma indi Kırım nə haldadır? Gülür orada deyir, yəni yaxşıdır, ekonomikamızda qalxır deyir və əslində bu yaxşı siyasət yeri də bu müharibə yaxşıdır. Milyonlarla adam da ölsün, hər şey yaxşıdır. Baxın görün Kırım nə haldadır. Bu Kırımdır, bax. Qaranlıq. İşıqlar yan. Qaz yox. Su saatla verilsə, olacaq amma su da yox. Çimərliklər bomboş. Bax, bax. İyul, avqust başlayır. Pik deyə bu saat turizmin piki doğru. Onlar turizm nəşir oranca bax. Nə böyük faciə gözləyir oran. Bu ayın 26-sıdır. Yılın 26-sı. Görün nə haldır. Budur ekonomikanın yüksəlməyi. Desantsız, filansız, Ukraynalılar orada ordu salmadan. Kırım bu haldadır. Baxın. Ora boşalacaq. Onlar o körpünün üstündən qaçacaqlar. Mazyar dediyi kimi olacaq. Ukraynalılar istədiyi kimi olacaq. Və sonda orada Kırım Tatar Cumhuriyyəti Ukraynanın tərkibində, yəni qeyri-tərkibində olacaq. И сегодня наша очередь. Вот, мы будто объединились, друг другу помогаем, кто генераторами, кто едой, кто водой, кто газовыми. Hər gündə daha da pisləşir. Bəzən gözləyirlər elə ki bu zəlzələ filandır bax. Qaranlıqlara qərq oldu be. Reklam filan yox, hər şey sönüb, evlərin işıqları da sönüb. Bir dənə hansı dükkanda orada generator işləyir, yəni ora hamısı yığışıb orada telefonu. Bax belədir Kırım. Bəzən fikirləşirlər ki bu zəlzələdir, təbii fəlakət filan da hər şey yerinə qaydacaq. Hər şey düzələcək, xeyr, gündən günə daha da pisləşəcək və bu hadisə düz Rusiyanın içinə kimi gələcək. Mütləq gələcək. Ətrafımızda baş verən bu faciələrdən can qurtarmaq üçün millət olaraq böyük olduğumuzu anlamalıyıq. Yolumuz bütöv Azərbaycan yoludur. Belə amallar birdən-birə həyata keçmir, amma görün həyata nə keçir. Cəmisi 30-40 ilin içində biz artıq Türk dövlətiyik. Adımız rəsmən belədir. Türk Dövlətləri Birliyinin əsas üzvüyük. Türk Dövlətləri Birliyi içində zəfər çalmış bir dövlətik, millətik biz. Bayrağımızın da birinci rəngi Türklüyün rəngidir. Biz müasirliyi, çağdaşlığı sevənik. Tanrını sevərik, o İslamın rəngi var orada. Belə o Tanrının rəngidir, Tanrı sevgisi ilə verilib o bayraq o rəng. Və biz 50 milyonluq xalqıq, millətik. Böyük tarixin, böyük, qürurlu bir tarixin sahibiyik. 1100 ildir ki buranın sahibi və bütöv Azərbaycanımız da mütləq böyük bir millətin sahib olduğu bir dövlət yaranacaq. Dövlətimiz var. Amma Güney Azərbaycanın da o gözəl günləri gəlir. Və baş verən bu faciələr, imperiyaların dağılması bizim yenidən doğulmağımız və böyüməyimizlə nəticələnəcək. O yüzden buradan Təbrizə, Reyə, Rəşdə, Ərdəbilə, Ənzəliyə, Zəncana, Xoya, Urmiyaya, Dərbəndə sevgimiz, salamımız var. Teşekkürler. Tanrı sizi qorusun.